Bugün sizə ATM-lərdə fırıldaqçılıq hallarının qarşısını necə almaq olar bu barədə danışacağım. Son dövrlərdə ATM-lərdə fərq edilmədən qurulan gizli tələlər vətəndaşların kart və şifrə məlumatlarını sürətlə kopyalayaraq böyük itkilərə yol açır. Mütəxəssislər kartınızı daxil etməzdən əvvəl edilməsi lazım olan çox sadə, lakin həyati bir nəzarət üsuluna diqqət çəkirlər. Təhlükəsizlik kamerası və vəzifəli şəxs olmayan kimsəsiz nöqtələrdəki ATM-lər fırıldaqçıların ən çox üstünlük verdiyi hədəfə çevrilir. Fırıldaqçılar kart giriş yuvasına kənardan demək olar ki, heç fərq edilməyən saxta aparatlar, yəni skimmerlər quraşdırırlar. Bu qurğular kartın maqnit lentini və çip məlumatlarını olduğu kimi kopyalaya bilir. Proses saniyələr içində baş verdiyi üçün istifadəçilər adətən heç nə hiss etmirlər. Bir çox bank artıq ATM əməliyyatlarında QR kod sistemini işə salıb. Fiziki kartdan istifadə etməzdən əvvəl aparmağa imkan verən bu üsul kartın kopyalanma riskini böyük ölçüdə aradan qaldırır. Həm sürətli, həm də kifayət qədər təhlükəsiz olan QR kod fırıldaqçılığa qarşı effektiv bir alternativ kimi ön plana çıxır. Mütəxəssislər kartınızı ATM-yə taxmazdan dərhal əvvəl ləğv et düyməsini basmağı tövsiyə edirlər. Bu sadə hərəkət bankomatın saxta bir sistemlə dəyişdirilib-dəyişdirilmədiyini anlamağın ən praktik yollarından biridir. ATM-yə quraşdırılan bəzi aparatlar bu düyməyə basıldıqda kilitlənir və ya qeyri-adi reaksiya verir. Beləliklə tələnin varlığı asanlıqla anlaşıla bilir. ATM-dən istifadə edərkən diqqət edilməli məqamları sizə təqdim edirik. Giriş hissəsini yoxlayın. Kart giriş bölməsindəki boşluq, oynama və ya qeyri-adi bir hissə fərq etsəniz, qətiyyən istifadə etməyin. Düymə testi. Kartı dağmazdan əvvəl ləğv et düyməsini basıb cihazın reaksiyasını müşahidə edin. Ətrafınıza baxın. Ətrafınızda şübhəli şəxslər varsa, əməliyyatı təxirə salın və daha təhlükəsiz bir ATM seçin. QR koddan istifadə edin. Mümkün qədər QR kod vasitəsilə əməliyyat aparmağa üstünlük verin. Dərhal məlumat verin. Hər hansısa qeyri-adi vəziyyətlə qarşılaşsanız, dərhal bankınıza zəng edin və vəziyyəti bildirin.